Bu dəfəki söhbətimiz bizi birbaşa sənət tarixinin demək olar ki, başlanğıcına aparır. Bəli, lap əvvəllərə. Əlimizdə İncəsənət kitabı, böyük ideyalar sadə anladılmışdır. Kitabından bəzi çox maraqlı hissələr var. Yəni, bu bizi ilk insanların o yaradıcılıq qılıcımlarından tutmuş, Renesansın heyrətamiz texnologiyalarına qədər minilliklər boyu bir səyahətə çıxaracaq. Olduqca geniş bir zaman kəsi idi. Amma məqsədimiz sadəcə məşhur əsərlərin tarixlərini sadalamaq deyil. Biz başa düşmək istəyirik ki, sənət əslində niyə yaranıb? Bax, bu əsas sualdır. Onun məqsədi zamanla necə dəyişib? Gözəl bir rəsmə baxmaq bir şeydir, amma onun arxasındakı hekayəni, inancı, hətta texnologiyanı anlamaq tam başqa bir şeydir. Gəlin elə ən başdan başlayaq. İnsanlar ilk dəfə nə üçün sənət əsəri yaratmağa ehtiyac duyublar? Yəni, bu sadəcə can sıxıntısından yaranan bir şey deyildi, eləmi? Qətiyyən. Bu, çox vacib bir məqamdır. İlk incəsənət bizim bugün anladığımız mənada incəsənət deyildi. Yəni, estetik zövq üçün deyildi. Xeyr, onun çox konkret bir funksiyası vardı. Bəzən sehirli, bəzən ritualistik, bəzən isə tamamilə praktik bir məqsədə xidmət edirdi. Bu da bizi birbaşa ilk dayanacağımıza tarix öncəsi dövrə gətirir. Və mənbədəki ilk nümunə də məhz budur. Willendorf Venerası. Mən bu balaca heykəlciyə baxanda ağlıma ilk gələn sual bu olur. Niyə bu qədər qeyri-mütənasibdir? Aha. Üzü yoxdur, əlləri, ayaqları demək olar ki, görünmür, amma sinəsi, qarnı və ombaları həddindən artıq şişirdilib. Yaradanlar bizə nə deməyə çalışıb? Bu əla sualdır. Çünki heykəlciyin bütün mahiyyəti məhz bu sualın cavabındadır. Üzünün olmaması bizə birbaşa deyir ki, bu konkret bir insanın portreti deyil. Anladım. Yəni, kimisə təsvir etməyə çalışmayıblar. Bəli. Bunun nə üçün yaradıldığı haqda fərqli fikirlər var. Amma ən geniş yayılmış nəzəriyyə odur ki, bu bir bərəkət və məhsuldarlıq simvoludur. O dövrün köçəri cəmiyyətləri üçün sağ qalmaq, nəsil artırmaq və qida bolluğu hər şey demək idi. Həyatda qalmaq uğrunda mübarizə. Tamamilə. Bu heykəlcik bəlkə də bütün bu arzuları özündə cəmləşdirən bir amulet, bir talisman idi. Deməli, bu bir şəxs yox, bir ideyanın təsviridir. Sağ qalmağın, bərəkətin ideyası. Çox məntiqlidir. Bu heykəlciklər çox fərdi, daşına bilən, şəxsi əşyalara bənzəyir. Bəs daha böyük, ictimai miqyasda sənət necə idi? Məncə mənbədəki mağara rəsmləri məsələsi də məhz bu sualı gündəmə gətirir. Tamamilə. Altamira mağarasındakı o məşhur bizon təsvirlərini düşünün. Burada miqyas tamamilə dəyişir və texnika da heyrətamizdir. Bəli, kitabda qeyd olunur ki, onlar pigmentləri içi boş sümüklərdən üfürərək bu təsvirləri yaradıblar. Dəqiq. Bir dəqiqə, bu ki, qədim dövrün sprey boyası kimidir. İnanılmazdır. Amma bu rəsmləri daha da sirli edən onların yerləşdiyi yerdir. Bəli, bu çox önəmlidir. Onlar mağaraların girişində, insanların yaşadığı yerlərdə deyil, dərinliklərdə, qaranlıq künclərdə çəkilib. Niyə? Sadəcə divarları bəzəmək istəsəydilər, bunu hər kəsin görə biləcəyi yerdə edərdilər. Düzdür. Bax, bu detal onların məqsədini anlamaq üçün açardır. Bu rəsmlər divar kağızı deyildi. Onların ritualistik bir əhəmiyyəti olduğu düşünülür. Ritualistik? Yəni nə kimi? Bəlkə də ovdan əvvəl uğur gətirəcəyinə inanılan şamanistik ayinlər üçün istifadə olunurdu. Heyvanın ruhunu ələ keçirmək, ova təsir etmək kimi bir inanc ola bilərdi. Məşhur arxeoloq Mary Leakey'nin çox gözəl bir sözü var. Buyurun. O deyir ki, heç bir daş və sümük yığını rəsmlərin bu qədər sərbəst şəkildə verdiyi məlumatı verə bilməzdi. Bu təsvirlər bizə o insanların nəyə inandığını, nədən qorxduğunu, dünyanı necə gördüyünü göstərən bir pəncərədir. Deməli, sənət sağ qalmaq üçün bir amulet olmaqdan çıxıb, təbiətə təsir etmək üçün bir ritual vasitəsinə çevrildi. Amma qədim Misrə keçid edəndə sənətin məqsədində yenə köklü bir dəyişiklik görürük. Tamamilə fərqli bir məqsəd. Artıq söhbət bu həyatda sağ qalmaqdan yox, ölümdən sonraki həyatdan gedir. Şahzadə Rahotep və arvadı Nofretin heykəlləri buna mükəmməl nümunədir. Onlara baxanda sanki indicə canlanıb danışacaqlar. Bu canlılıq təsadüfi deyil. Misirlilərin inancına görə insanın ruhu və ya həyat gücü olan Ka, bədən öldükdən sonra yaşamağa davam edirdi. Amma Kanın yaşaması üçün sığınacaq bir yerə ehtiyacı vardı. Deməli, ruhun bir evə ehtiyacı var idi. Bəli.
Bu heykəllər sadəcə xatirə abidəsi deyildi. Onlar Ka üçün əbədi bir ev, bir növ ehtiyat bədəni idilər. Əgər ölünün mumyalanmış bədəni zərər görsəydi, Ka bu heykələ köçərək əbədi yaşaya bilərdi. Ruh üçün sığorta. Bu çox güclü bir təsvirdir. Gəl belə deyək, bəli. Bir növ ruh üçün hazırlanmış ölümsüzlük sığortası idi. Deməli, sənətin məqsədi yenə dəyişdi. Sağ qalmaq üçün amuletdən ruh üçün əbədi bir evə. İndi isə zaman axınında böyük bir sıçrayış edək. Orta əsrlərdə bu məqsəd bir daha transformasiyaya uğrayır. Artıq söhbət bir nəfərin ruhundan yox, bütün cəmiyyətin Tanrı ilə əlaqəsindən gedir. Elə deyilmi? Tamamilə. Orta əsrlərdə sənət, istər İslam dünyasında, İstərsə də Xristian Avropasında ilahi olanı ifadə etməyin və ona yaxınlaşmağın bir vasitəsi idi. Amma bunu fərqli yollarla edirdilər. Məsələn, Kordova Böyük Məscidinin mihrabını düşünək. Bəli, orada insan və ya heyvan təsviri yoxdur. Düzdür. Bunun əvəzinə inanılmaz dərəcədə mürəkkəb, həndəsi, naxışlar və xəttatlıq var. Mənbədə Kufi xəttindən bəhs edilir. Kufi xətti dediniz, bu xəttatlıq növünün özəlliyi nədir? Niyə məhz o seçilib? Kufi ən qədim ərəb yazı stillərindən biridir. Çox həndəsi, sərt və monumental bir görünüşü var. Axıcı və yumşaq deyil, daha çox, necə deyim, memarlıq kimidir. Anladım. Buna görə də binaların bəzədilməsi üçün idealdır. O, divarda təkcə Qurandan bir ayə olmur, həm də öz forması ilə nizamı, ritmi və Allahın yaratdığı kainatın riyazi mükəmməlliyini təcəssüm etdirir. Bu, sadəcə bəzək deyil, həm də bir növ vizual zikirdir. İnsanı ibadətə kökləyən bir dizayndır. Avropada isə tam fərqli bir yanaşma görürük. Gotik katedrallarda sənətkarlar həndəsə və yazı yox, işığın özünü material kimi istifadə ediblər. Şartr katedralının vitrajları kimi. Bəli, işıqla rəsm çəkmək kimi bir şey. Amma mənbədə qeyd olunur ki, bu nəhəng şüşə divarların olması üçün əvvəlcə bir memarlıq problemi həll edilməli idi. Burada uçan arka kəmərlər, yəni flying buttresses adlı bir yenilikdən danışılır. Bu çox spesifik bir termindir. Bizim üçün sadə dildə izah edə bilərsinizmi? Bu memarlıqda nəyi dəyişdi? Əlbəttə, təsəvvür edin ki, katedralın o nəhəng və ağır daş tavanı divarları çölə doğru itələyir, sanki yıxmağa çalışır. Aydındır, yük divarlara düşür. Bəli, köhnə usulla bunun qarşısını almaq üçün divarları çox qalın tikirdilər. Amma gotik memarlar daha zərif bir həll tapdılar. Uçan arka kəmər divara çöldən söykənən bir daşqol kimidir. O, tavanın təzyiqini divardan alıb, kənardakı dayaq sütunlarına ötürür. Beləliklə divarlar yükdən azad olur. Tam olaraq. Və divarlar bu yükdən azad olduğu üçün onları daha daşla doldurmaq lazım değildi. Beləcə, divarlarda nəhəng pəncərələr açmaq mümkün oldu. Və bu pəncərələri də rəngli şüşələrlə, yəni vitrajlarla doldurdular. Dədik. Bu vitrajlar əhalinin demək olar ki, hamısının savadsız olduğu bir dövrdə şəkilli incillər rolunu oynayırdı. Amma məsələ təkcə hekayə danışmaq deyildi. Atmosfer yaratmaq idi yəqin ki. Bəli. İçəri süzülən o rəngli, mistik işıq kilsənin içində sanki başqa bir dünya, ilahi bir məkan atmosferi yaradırdı. Məqsəd insanın hisslərinə birbaşa təsir etmək, onda güclü bir mənəvi təəssürat oyatmaq idi. Bu, müasir dövrün komiks kitabları və ya infografikləri kimi bir şey idi. Mürəkkəb bir hekayəni sözsüz, ancaq təsvirlərlə anlamaq üçün ən təsirli vasitə. Və beləcə gəlib çatırıq Renesansa, yəni yenidən doğuşa. Burada sanki kimsə işıqları yandırır və sənətkarın emalatxanasına elmi də, riyaziyyatı da daxil edir. Mazzaccio'nun müqəddəs üçlük əsəri ilə bağlı mənbədəki stat hər şeyi deyir. Perspektiv, rəssamlığın cilovu və sükanıdır. Bu, həqiqətən də inqilabi bir andır. Mazzaccio, memar Brunelleschi'nin işləyib hazırladığı riyazi prinsiplərə əsaslanan xətti perspektivdən istifadə edən ilk rəssamlardan biri idi. Yaxşı, amma bu sadəcə daha realistik şəkil çəkmək üçün bir fənddən daha artıqdır, elə deyilmi? Niyə birdən-birə düz bir səthi, mükəmməl üç ölçülü göstərməyə bu qədər vacib oldu? İnsanların dünyaya baxışında nə dəyişmişdi? Dəyişən şey humanizm idi. Orta əsrlərdə diqqət mərkəzində Tanrı və axirət olduğu halda, Rənesansda insan və bu dünya ön plana keçdi. Fokus dəyişdi. Bəli,
Dünyanı riyazi qanunlarla anlamaq və təsvir etmək əslində onu idarə etmək cəhdi idi. Sənətkar artıq sadəcə ilahi hekayələri nəql edən bir sənətçi yox, həm də dünyanı ölçüb, biçən, tədqiq edən bir alimə çevrilirdi. Perspektiv yaratmaq, reallığın bir illüziyasını yaratmaq sənətkara sanki yaradıcı gücü verirdi. İtaliyada elmi dəqiqliyə bu qədər diqqət yetirilərkən, Şimali Avropadakı rəssamlar sanki başqa bir oyun oynayırdılar, gizli simvollar oyunu. Jan van Eyck'nin Arnolfini portreti buna mükəmməl sübutdur. O əsər bir tapmaza kimidir. İlk baxışdan sadəcə zəngin bir cütlüyün portretidir. Amma hər detalda bir məna gizlənib. Həqiqətən də, hər detalda. Məsələn, tavandan asılan çılçıraqda cəmi bircə şam yanır. Bu, səhnədə Allahın hər şeyi görən varlığını simvolizə edir. Cütlüyün otağın ortasında çıxardığı taxta ayaqqabılar onların müqəddəs bir yerdə. Müqəddəs bir yerdə. Bəli, bəlkə də nikah mərasiminin bir anında dayandığını göstərir. Yerdəki balaca it isə sədaqətin klassik simvoludur. Bu çox maraqlıdır, amma bir sual yaranır. Biz bu simvolların mənasını bu qədər dəqiq hardan bilirik? Bəlkə də it sadəcə ev heyvanı idi, şam isə otağı işıqlandırmaq üçün yanırdı. Sənət tarixçiləri bu nəticələrə necə gəlir? Bu çox haqlı bir sualdır. Əlbəttə 100% əminliyi heç vaxt olmur. Amma sənət tarixçiləri təxminlərə əsaslanmırlar. Onlar o dövrün ədəbiyyatını, dini mətnlərini, gündəlik həyatla bağlı sənədləri araşdırırlar. Yəni konteksti araşdırırlar. Tamamilə. Məsələn, o dövrdə itlərin sədaqət simvolu kimi istifadə olunduğu bir çox başqa mənbələrdə də təsdiqlənir. Yaxud, arxa plandakı qabarıq güzgünün çərçivəsində İsa'nın həyatından çox kiçik səhnələr təsvir edilib. Bu artıq təsadüf ola bilməz. Anladım. Bu, rəssamın əsərə bilərəkdən dini bir kontekst qatdığını göstərir. Beləliklə, parçaları birləşdirərək ümumi mənzərəni bərpa etməyə çalışırlar. Və Renesans demişkən, Michelangelo'dan danışmamaq olmaz. Onun heykəltaraşlığa yanaşması isə tamamilə başqa bir fəlsəfədir. Özü demişkən, heykəltaraşlıq dedikdə mən azaltmaqla edilən işi nəzərdə tuturam. Bu cümlə onun bütün yaradıcılığının açarıdır. Michelangelo özünü mərmərdən yeni bir forma yaradan biri kimi görmürdü. O inanırdı ki, figur onsuz da o mərmər blokunun içində mövcuddur. Necə yəni, içində mövcuddur? Yəni o figur artıq oradadır, kislənib. Onun işi isə sadəcə artıq daşı qat-qat azaltaraq, o fiquru azad etmək, onu sərbəst buraxmaqdır. Bir dəqiqə, bu heyratamizdir. Deməli, o özünü daşıyonan kimi yox, daşın içindəki fiquru azad edən biri kimi görürdü. Bu, sənətə tamamilə fərqli bir baxışdır. Sanki sənətkar yox, bir növ kəşfiyyatçıdır. Bəli, və onun bəzi heykəllərinin, məsələn, gənc qulun yarımçıq qalmış kimi görünməsi, yəni non finito texnikası da məhz bu fikirdən irəli gəlir. Bu texniki bir qüsur və ya tənbəllik deyil deməli. Qətiyyən, bu fiqurun hələ də materialla, yəni daşla olan əbədi mübarizəsini göstərir. Sanki fiqur daşdan tam qopa bilmir. Bu, sənətkarın sadəcə bir sənətçi deyil, həm də bir filosof kimi öz daxili dünyasını, varlıq haqqında düşüncələrini ifadə etməsidir. Beləliklə, bu qısa səyahətimizdə sənətin məqsədinin necə təkamül etdiyini aydın gördük. O, bərəkət üçün bir amuletdən, Willendorf Venerası, başlayıb, ruh üçün əbədi bir məkana, yəni Misir məqbərələrinə çevrildi. Sonra isə ilahi ilə əlaqə vasitəsinə. Bəli, ilahi ilə əlaqə qurmaq üçün bir vasitə oldu. Gotik vitrajlar və İslam həndəsəsi kimi. Oradan dünyanı elmi dəqiqliklə təsvir etmək cəhdinə. Renesans perspektivinə. Və nəhayət, sənətkarın daxili mübarizəsinin və fəlsəfəsinin ifadəsinə, yəni Michelangelo'ya çevrildi. Və hər bir dövr, hər bir mədəniyyət incəsənətdən öz ən böyük suallarına cavab vermək, öz dünya görüşünü ifadə etmək üçün istifadə edib. Texnologiya, din, fəlsəfə və elm hamısı zamanla sənətkarların əlində öz hekayələrini danışmaq üçün bir alət olub. Və bu da məni bir sual üzərində düşünməyə vadar edir. Biz mağara divarlarına pigment üfürməkdən və ya riyazi perspektivdən çox uzun bir yol qət etmişik. Bugün sənətçilərin reallığı formalaşdırmaq və şərh etmək üçün istifadə etdikləri yeni texnologiyalar, süni intellekt, virtual reallıq, rəqəmsal alətlər
Görəsən gələcəkdə bizim dövrümüz haqqında hansı hekayələri danışacaq? Onların məqsədi nə olacaq? Bu düşünməyə dəyər.